Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 135 minə 2 mərtəbəli ev satışa çıxarıldı. Saray qəsəbəsində obadan üzümlüyə yol geri asfalt yol. Düz həmən asfalt yolun qırağındadır. Qapının ağzından Sumqayıt marşrutları keçir, düz Darvazanın ağzından. Amma Bakı marşrutdan girmək üçün çıxmalısınız obanın yanına. 2 mərtəbəli evdir, yeri də monolitdir, 1 ilə 2-nin arası da monolitdir. Birinci mərtəbədə istif oldu, ikinci mərtəbədə istif oldu. Bu bizim girəcək qapımızdır. Bax, qapını açdıq, giririk içəri. Koridor, hamam, tualet, mətbəx, keramika istif oldu, otaqlar laminatdır. Amma hamısı istif oldu. Elə birbaşa buradan gəlirik qonaq otağına baxmağa. Bax, bu qonaq otağıdır. Görürsünüz nə boyda qonaq otağı var. Çox qəşəng, super evdir. Mütləq gəlin buna baxın. Qiymətindən narahat olmayın, endirim olunacaq. Qəşəng təmiri, əşyaları, hər şeyi yerbə yerindədir. Bir dənə burada zəif materialdan istifadə olunmayıb. Bu da bax, evin kupçasıdır. Paket kupça, nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Alar olmaz, birbaşa düşəcəksiniz qeydiyyata. Bu qonaq otağımız idi. Davam eləyək. Pəncərələr görürsünüz nə boyda pəncərələrdir, şəbəkə pəncərələr. Qapısı, pəncərəsi, burada pis şey yoxdur həqiqətən. Mətbəxinə baxın hələ. Bu da mətbəxidir. Bax, mətbəx koridor, hamam, tualet, keramikadır. Qalan otaqlar laminat. Mətbəxi təptəzə mətbəxi var. Qaz peçidir, aspiratordur. Bütün lavazımatlarına qədər qurulub hazırdır. Bir dənə oradan da zəhmət olmasa çəkək. Bax, belə bir mətbəx mebeldir. Özü geniş mətbəxdir, ha. Təzə evdir. Yəni, köçlə əlaqədar satılır bu ev. Gələndə inşallah ailənin ev yəsini burada görəcəksiniz. Qalan sözün, davamın özü eləyəcək. Nə düşəcək, nə qədər indirim eləyəcək. Buradan pilləkən qalxır 2-ci mərtəbəyə. Burada pilləkənin içində kombisi, paltaryan maşını, korrektor oradadır. Bax, burada bütün istifolun, otaq hamısını atlayını söndürüb yandıra bilərsiniz. Bu da 1-ci mərtəbənin sanitar qovşağı. Bax, moydadırıdır, unitazıdır, duşudur, hamısı yaxşı, keyfiyyətli materiallardan, mallardan istifadə olunub. Buradan da pilləkənlə qalxırıq 2-ci mərtəbəyə. Bir də tək edirəm, Saray qəsəbəsindədir, 135 min manatadır. 1-ci mərtəbənin polu da beton monolitdir, 2-ci mərtəbədə. Bax, bu gördüyünüz arı kəsmə beton monolitdir. Buradan qalxdıq 2-ci mərtəbəyə. Zəhmətimizə buradan çəkin. Bax, gördüyünüz bütün lüstrlərdir, pərdələr, hazır yaşayış evidir. Mən bunları bir-bir sadalamaq istəmirəm. Saray qəsəbəsindədir, 135 min manatadır. Hələ yataq otaqlarına baxaq, görün nə boydadır. Bax, bu bir yataq otağıdır. Bax, bura qədər gəlirəm ki, görəsiniz. Pəncərələrdə böyük pəncərələrdir. Pəncərəyə bir dənə fikir verin. Görsünüz nə boyda pəncərədir. 2 pəncərəndə ikisini açıblar, ev havalıdır. Heç kondisionerə ehtiyac yoxdur. Davam eləyək. Bir yataq otağı buradadır. Zəhmətimizə onu da çəkək. Bax, bir yataq otağı da budur. Görürsünüz. Bu 2-ci mərtəbənin sanitar qovşağıdır. Yenə də unitaz, tulpan, şurkası, moydadırı, hər bir şey qaydasındadır. Bir yataq otağımız buradadır. Bunu da çəkək. Bax, bir yataq otağı buradadır. Çox zövqlə təmir olunmuş evdir. Əşyalarda elə bil ki, bu evə uyğun yerləşdirilib bu evə. Gələndə canlı bunu görəcəksiniz. Həqiqətən yəni, bu möhtəşəm evdir, yəni, super evdir. Saray qəsəbəsində də Oba marketdən izah elədim də, üzümlükdən girirsiniz, düz asfaltın qırağındadır, qapının ağzından 3 dənə marşrut gedir. Qaz, su, işıq sayılır. Hörmətli izləyicilər, bu da həmən evimizin giriş qapısıdır. 2 mərtəbəli evdir, şəbəkə pəncərə, tarsovka, emusiya, ablisovkadan pilləkənlarıdır. Bax, düşdüyü həyəti də belə tam etdi. Bir dənə fırlanaq zəhmət olmasa qapını da göstərək. Üstünün kazirokuna qədər var, kaletkası da var, bu da jalüz qapı. Və salam, belə. Gəlin inşallah bu evə baxın, ev yəsinin özü ilə danışıq qiymətində endirim eləyəcək. Sağ olun.